Məni ən çox narahat edən nədir? Bu, xüsusilə gənc qızlarımızın TikTokda müəyyən cür videolar çəkməyi, paylaşmağı. Birinci valideyn nəzarəti olmalıdır. Biz bir məsələ olan kimi yürür məktəbin üstə. Məktəb müəllimi hara baxır? Biz hələ başa düşmürük ki, məktəb tərbiyə verən orqan deyil, müəssisə deyil. Məktəbin vəzifəsi təhsil verməlidir. Müəllim nə öyrətməlidir? Siz bir dənə fənlərimizə baxın. Riyaziyyat. Riyaziyyat müəllimi gəlib, əxlaqdan dərs deyə bilər. Yox. Ədəbiyyat. Ədəbiyyatı öyrətməlidir. Xüsusilə bu çalışmalıyıq ki, uşaqlar o müəyyən o qruplara qoşulurlar. O deyir, dostluğunu göstər sənin kim olduğunu deyir. Mənim əgər dostum 3 nəfər narkoman olacaqsa, lap mən deyək ki, ali təhsilli adamam. Hətta mən özümü götürürəm. Bax, tam səmimi deyirəm. Mənim əgər 3 dostum mənim yanımda narkotik maddədən istifadə eləyəcəksə, məni kimi iradəli adam, məni kimi savadlı adam, and içirəm ki, bir gün mən də istifadə eləyəcəm onu. Bu, çünki insan psixologiyasıdır. Bunu mən bir dəfə qəbul eləməyəcəm. 2 dəfə qəbul eləməyəcəm. 3-cüdə deyəcəm ki, bir bax, verin ki, onun dadına mən də bax. Dostum kimdirsə, mən doyam. Ona görə bu xüsusilə bu qız uşaqları özünüzə rəfiqə seçəndə oxuyan qız, ağıllı qız, tərbiyəli qız, özünüzə bunu nümunə götürün. Ay, filankəsin qızı filan paltar geyindi, filankəsin atası nə bilim ona filan sırğanı aldı, filankəsin atası belə elədi, anası belə elədi. Bu, yaxşı nümunə deyil. Bunu götürən qız sabah deyəcək ki, filan müğənni məsəl üçün də filan maşını mindi, mən də onu istəyirəm. Onu almaq üçün də sən hansı yolları getməlisən, indi özün fikirləş. Ona görə ətrafında olan, yaxınlığında olan şəxs sənə təsir imkanlarına malikdir. O, boşuna deyilməyib bu sözlər. Dostunu göstər, deyim sən kimsin. Ona görə birinci növbədə buna fikir vermək lazımdır. Götürəndə mən sosial şəbəkələrin bu cür yayılmasının, yəni effektiv formada yayılmasının, tərbiyəvi formada yayılmasının bir mənalı tərəfdarıyım. Nə axtarıq var orada? Kimlə deyirsən əlaqə qura bilirik? Mən otururam, bayaq məsəl üçün Fazil müəllimlə danışdım. Get Fazil müəllimin səhifəsini izlə də, onun fikirlərini izlə də. Gərək üzr istəyirəm, sən gedib hansısa bir əxlaqsız, tərbiyəsiz bir özünə TikToker deyir, aç